Biri bir nəfə 10 il bundan qabaq bir dənə səhv eləyib. Deyir, sən o adam deyilsən, filan işi görmüşdün. Bizim namaz qılan bunu deyir bir-birinə. Səni tanımırıq, filan eləmişdir. Bakıda adam qalmayacaq bilməsin. Bizə belə deyirlər. Həqiqət belədir də. Mömin lap betər açır qoyur ortaya. Şəriətlə də dəlil tapır. O biri yenə biraz ürəyi yumşalar. Bu yox, bu dəlil sübut tapır. Onun abrına aparmağa ki, mənə vacib oldu bunu danışmaq. Gələ tanıtdırım onu hamıya. Evinə gedirik birinin, ancaq eyb axtarırıq ki, görə çıxanda nə danışaq? Yeməyi gördün, filan şey gördün, onun ona münasibətini gördün, bunun buna münasibətini gördün. Bax, biz bu yox, bizim səviyyəmiz budur. Biz bu vəziyyətdəyik. Elə bir adam varmı ki, onun eybi olmasın? Bir nəfər varsa burada dursun, tanıyaq onu ki, bir dənə də məsum varmış, 14 məsumdan başqa. Ki, onun eybi, günahı yoxdur. Onlar, tənqid yaxşı bir şeydir. Ürəyin yansa, çəkəsən deyəsən, bunu belə eləsən yaxşı olur. Bir də var, yox, gəlib elə gözləyir ki, məsələn, o bir dənə səhv eləsin, oxuyan bir dənə səhv oxusun, danışan bir dənə səhv danışsın, sinə vuran bir dənə, o niyə belə vurdu, bu niyə belə elədi? Ay qardaş, sakit otur, bir bu məclisdən feyz al, səhvdə görərsən, sonra deyərsən ki, bunu islah olsun. Nə oldu, baxı, gəlmirsən, elə gözün gəzir, o tullandı, bu filan elə. Sən nə işvə qalıb cəmaatın namazı, dərs namazı, ibadəti? Gətir, ver telefonu, qaleriyaya baxım, görüm orada pis şəkil var, sonra sən əmr və məruf eləyim. Sən müqəddiməsində günah iş gördün, sən nə ixtiyarın var onun telefonuna baxasan? Sən nə işvə qalıb ki, ona baxasan, sonra ona əmr və məruf eləyəsən? Din icazə vermir ki, övladımızın çantasını, sumkasını açaq, baxaq orada nə var. Din bunu icazə vermir bizə. Ailədə etimad olmalıdır. Bəs necə uşaq tərbiyə eləyək? Bir yol tap tərbiyə elə. Bəs məhəbbətdən danışan, məhəbbətlə tərbiyə elə ki, güdməyə ehtiyac olmasın.